Naçalnik gönderib. Çək onları görün. Ehmallı ol. Buyurun. Və Sağ. Hereye biridir. Fatih kalk. Fatih otur. Fatih. Ben Sen uşaqlıqda yetim olmamsan. olmuşam yoldaş dadaşım. Ancak tütön yok. Yarımçıq yetim olmuşam. Canım üçün yalan deyil. Hə, yetimlər əli açıq olur. Sən yarımçıq yetim olmuşsan, ona görə də almağı daha çox xoşlayırsan. Hə. Buyurun. Zaten görün ben. Bəli. Papağını düzəldə. Bu tarafa yok o tarafa. Yenir hə bu. Sen niye qandıqlı olmuşsun? Bəs kim olaydı? Ay kişip samasvat süre. Kişip Ticarette işleyer. şehir diye hep qandıqçılıq ne de ona buna döşeği paylamak işi sənətidir. Neyini mi? Arvatlar gəlib işləmir. Çarəmiz nədir? Mən ölüm. Fatih qalx. Ha. 2 dəfəliyir, hə. Hə, 2 dəfəliyir. Hə. Sağ ol Afət. Belə. Deməli, belə. Nətər? Hə. Sabit müəllim. Sağ olun, ben içmiyorum. Qasım kişi. Ben onun daşını çoktan atmışım arkadaşım. Fatih. Bəli. Ha, yok yok. Mən mədəm xəstədir ki. Hər il Yesintuqaya gedirəm. Fatih. Mənim sözümü yerə salırsan. Üzr istəyirəm. Dönə üzr istəyirəm. Bax, 10 qram içsəm ha, mütləq ölərəm. O saat ölərəm. Mənə olmaz. Fatih qalx. Sroşnu mənim məclisimi tərk elə. Sroşnu. Ha. Qalx görmə. Al görün bunu. Nə lazım? Görüm. Al. Olmaz mən ölüm. İş vaxtında. İş vaxtında. Ha, bir o tiyatroda deyirik. Bebe, Bəli. bas bayrağı. Bebe, bas bayrağı. Nə lazım? Ha, bu ne? Ha, bebe yani bas bayrağı bu.
Baş üstə. Ha. Ne oldu ya bu? Deyirəm, sabit dincələ bilmədiniz. Ha. Uzanın dincələ. Ha, bu nedir bu? Ha, bu vagonda bir adam yok ki gelsin benimle bir balaca içecek. Ha? Bu ne be? Bu ne ter vagondu? Ha. Şampan. Canım için şampan çatmış. Evet, ben görüm şampansız meclis olar. Ha, bizi, biz, bir de görmez. Bəli, O gedana, ayaklarına vezir o padişahın sağarı. getdi. Şamadanlarını da götürüb keçdi o biri vaqona. Dedi daha gəlməyəcək. Menden kaçtı ha. Menden kaçtı. Neynek? Neynek? Eybi yoktu, onunla da görüşeriz. Neynek? Qaçmağını bilmirəm, amma getməyinə getdi. Yaxşı, şimdi ol. Başqa bir şey. Git, sağ ol. Ha. Qasımçı. Deyirəm, bəlkə şampanska almağa sən gedəsən. Hı? Necə? Ha, özüm özümə borçluyam, dədəm dədəmə borçlu. Ha, böyük adamsan deyə indi sənin ayağının altında torpaq olmalıyıq biz. Ha, birini ora qaçırdırsan, birini bura qaçırdırsan, nə qara saqqal qanırsan, nə ağ saqqal bilirsən, ha, qanımızı səhərdən it qanına döndərmisən, ha? Çıx kupeydən bayra görün. Qasımçı, mənlə birləşmə peşman olarsan. Ha, neyniyəcəksən mənə, ha? Lazım olsa eləyərəm. Şoferin de işində bir şey tapmaq olar. Parmağımın bircə işarəsi kifayətdir ki, səni çəksinlər ortalığa. Ha, axı mən neynəmişəm? Vay! Heç dəxli var, işə düşmədi oturduğumuz yerdə. Ha, bir yerdə kupədə yol gedirik, yol yoldaşıyıq. Hörmətli artistimiz oturup burada. Ha, hər şeyin bir yeri var. Da indi böyük adamsan diye biz prokuror qarşısında deyilik ya, biz müttəhim deyilik ki.